Bu bizim qələbə günümüzdür. Tariximizə minlərlə şəhidin canı bahasına yazıldı. Şübhəsiz ki, 8 noyabr tarixinin meydana çıxmasında Azərbaycan diplomatiyasının, politoloqların, jurnalistlərin də çox böyük payı var. Onlar uzun illər informasiya cəbhəsində Güzəştə getməyən mübarizə apardılar. və təkcə ermənilərə qarşı yox, onların himayəçilərinə qarşı döyüşdülər. Bugün artıq ATƏT Minsk qrupu yoxdur. Bir zamanlar müharibədən əvvəl Qarabağa nümayişkarana səfərlər edənlərin çoxu bugün görünmür. Hardasınız? Azərbaycan paytaxtının Azadlıq meydanında 8 noyabr tarixini milli yaddaşımıza həkk edən qəhrəmanlar sıralarla addımladılar. minlərlə igid şəhid oldu ki, bugün Pənahələ xanın, Natəvanın, Vaqifin, Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin, Bülbülün, Sadıqcanın ruhu sevinsin. Bugün ümumilli lider Heydər Əliyevin ruhu sevinir. Çünki məhz o, bizi qələbəyə götürən doktrinanın əsasını qoydu.